tələbə özü bizə feedback eləyir. Geri dönüş eləyir ki, nə yaxşı ki bu oldu. Mən vəsaiti apardım. Nə elədim? Misal üçün dil öyrəndim o pulla. Getdim özümə dizayner idim, yaxşı bahalı bir kompüter ala bildim. Və yaxud da qızlar deyə bilər, getdim burun əməliyyatı elətdirdim. Siz buna yəni ki, pis baxmırsınız. Deyirsiniz, eybi yoxdur, bizim dəstəkləyirik sizi. Çox yaxşı baxırıq buna. Çünki belə də olmalıdır da. Həm fərasətli uşaqdır, həm də maddi rifah məsələsidir də. Baxın, özünə investisiyadır bir yerdə də. Yəni adam deyir ki, mən təkcə təhsil haqqını ödəsəydim o vəsaitlə, ingilis dili öyrənə bilməyəcəkdim axı. Kompüter kursuna ayrıca gedə bilməyəcəkdim. 2000-dən 3000-dən aşağı hal-hazırda təhsil haqqı yoxdur, düzdürmü? Bəli. Elə universitetlər var. Bakı Dövlət Universiteti hüquq nə qədər 4500-5000 manata qaldırdılar. Misal üçün gələk tibbə 5000 manatdır artıq müalicə işi. Yəni bu adamın valideyni bu vəsait ödəmək əvəzinə bəzən tələbə tərəfdən yanaşmayaq, valideyn tərəfə də baxaq. Bəs valideyni aldadırsa ki, tutaq ki, mən ödəmişəm özü. Yəni 18 yaşın üzərində də bu risk daşımır bizim üçün. Çünki öz valideyn münasibətlərini özləri həll eləsinlər.